Övladına aliment vermeyen kişiler. Bu aşağıdaki geyi tanıyırsınız. Yəqin ki, çoxunuz tanıyırsınız. O gün bir videosu qarşıma çıxıb, deyir ki, bəs mən nə olsam da, necə olsam da uşağıma vaxtında alimenti ödəyirəm. Hər ay uşağımın alimentini ödəyirəm. Bəs siz heç utanırsınız? O qeydi vaxtında alimenti ödəyir. Siz ama kişisiz, ödəmirsiniz. Ayıp deyil. Yəni bir qey qədər də ola bilmirsiniz. Yox. Ödəyin övladınızın alimentinin pulunu. O sizin balanızdır. Onsuz da uşağın yanında olmursunuz. Onsuz da övladınız ata sevgisi görmür, ata diqqəti görmür, ata qayğısı görmür, başı ata sığalı görmür, xəstələnəndə xəbəriniz olmur, yanında olmursunuz. Ən az edə biləcəyiniz uşağınıza hər ay aliment verməkdir. Bir geyin etdiyini etmək o qədərmi çətindir sizə? Hələ o hansı yolla pul qazanır?